Ətrafımızda havasızlıq, boğulmuş, köhnəlmiş bir Avropa. Dünya öz qorxaqlığı və egoizm içində boğulur. İnsanlar nəfəs ala bilmir. Gəlin pəncərələri açaq və azad hava ilə nəfəs alaq. Qoy buralarda qəhrəmanların nəfəs əssin. Bu sözləri məşhur fransız yazıcısı Beethovenə həsr etmiş kitabında yazmışdı. Söhbət Romain Rolanddan gedir. Onun yaradıcılığı qəhrəmanların nəfəsini ədəbiyyata gətirmək cəhdi idi. Jean-Christophe romanı bir musiqiçi taleyində Avropanın faciəsini və ümidini göstərirdi. Sehirli ruh isə müharibələrə rəğmən güclü qadın obrazı ilə insan iradəsini ucaldırdı. Zweig deyirdi ki, Roland Avropanın vicdanıdır. O, Birinci Dünya müharibəsində pasifist mövqeyi ilə seçilirdi. Mübarizənin fövqündə kitabında yazırdı ki, millətin düşmənçiliyi bir-biri ilə deyil, müharibənin özü ilədir. Sovet İttifaqına böyük ümidlər bəsləmişdi. Moskvaya getmişdi, Stalinlə görüşmüşdü. Bu sadəlöv inamı isə çox tənqid olundu. Çünki azadlıq axtarışı ilə imperiya hakimiyyəti arasında dərin bir uçurum var idi. Bu təkcə Rolandın deyil, bir çox qərb ziyalılarının faciəsi idi. Roman Roland ömür boyu musiqiçilərdən, böyük sənətkarlardan güc aldı. Beethoven, Tolstoy, Gandhi, onların hamısı azad ruhun daşıyıcısı hesab edirdi. Ona görə Roland'ı oxumaq tək adi bir yazıçını oxumaq demək deyil, bütöv faciəvi bir əsrin vicdanını oxumaq deməkdir. Romain Roland'ı oxumaq lazımdır.